Taxıl biçini qızğın mərhələdədir. Biləsuvar rayonunda da bu il bol məhsul gözlənilir. Biçin kampaniyasına 70-dən çox müasir kombayn cəlb olunub. Biləsuvarda taxıl biçimi 20 gündən çoxdur, sürətli və mütəşəkkil qaydada davam eləyir. Prosesin geniş miqyasda aparılması üçün sahələrə 73 kombayn, 100-dən çox traktor və müxtəlif təyinatlı mexanizmlər cəlb olunub. Texnikaların əksəriyyəti yeni nəsildir. Bu da məhsulun itkisiz və vaxtında toplanmasına şərait yaradır. Taxılçılıqda becərilmə texnologiyasına tətbiq olunan innovativ yeniliklər artıq ayrı-ayrı iri təsərrüfatlarda mütərəqqi metodlarla becərilmiş məhsuldar taxıl sortlarının da geniş yayılmasına şərait yaradıb. Hazırda biçinə aparılan bu taxıl sahəsində də ən mütərəqqi taxıl sortlarına istifadə olunub ki, mütəxəssislərin sözlərinə görə bu sahələrdən 60-70 sentinə yaxın məhsuldarlıq gözlənilir. Hal-hazırda təsərrüfatımızda 2650 hektar dənli bitkilər əkmişik, 12300 hektarı arpadır. Xaricdən gətirilmiş yeni məhsuldar sortlarının yeni innovasiyalarda əkinində biz 60 sentinerdən üstün nəticələr gözləyirik. Bu ilki məhsul üçün ötən payızda Biləsuvar rayonu ərazisində ümumilikdə 32 min hektara yaxın sahədə taxıl əkini aparılıb. Onun 24115 hektarı arpa, 7565 hektarı isə ərzaqlıq buğda sahələridir. Dövlət Aqrar İnkişaf Mərkəzindən verilən məlumata görə aqrotexniki tələblərə düzgün əməl olunması, vaxtında suvarma və gübrələmə sahələrdə yüksək məhsuldarlıq üçün əsas zəmin yaradıb. Demək olar ki, arpa biçininin yarıdan çoxunu, təxminən 12 min hektarında biçin aparmışıq və gözlədiyimiz nəticələr özünü doğruldur. Artıq hər hektardan 32-35 sentinə yaxın məhsuldarlıq əldə edə bilmişik. Kənd Təsərrüfatı Nazirinin Aqroservis Cəmiyyət tərəfindən rayonumuzda 40-dan yuxarı kombaynlar dislokasiya olunmuşdur. Həmin kombaynların köməkliyi ilə biçim prosesi daha da sürətlənmiş. Yerli kombaynlarla birlikdə gün ərzində 1000-1200 hektardan çox arpa sahəsini biçməyə nail oluruq. Qeyd olunduğu kimi məhsuldarlıq da ürək açandır. Əkin mədəniyyəti ilə seçilən rayonun Ağayrı kəndində də biçin qızğın mərhələdədir. Bostançılığı ilə tanınan bu kənd eyni zamanda taxılçılıqda da rayonda qabaqcıl mövqe tutur. Kənd sakini Azər Qədimov bildirir ki, bu il təkcə onların təsərrüfatında 500 hektardan artıq ərazidə buğda və arpa becərilib. Məhsul tam müasir texnikalarla itkisiz toplanır. Bu illəri həm sentinerdə, həm də ki, işin gedişatında çox böyük bir fərq vardır. Belə götürəndə keçənləri hər bir hektardan 30-32 sentiner məhsul əldə olunmuşdursa, bu illəri artıq bu sentiner 35-40 sentineri keçmişdir. Bugünkü nəticələr onu göstərir ki, keçən ilkindən qat-qat üstün olacaq bizim bu ilki məhsulumuz. Bugünədək Biləsuvarda 55 min tondan çox arpa tədarükü olunub. Rayonda paralel olaraq buğda yığımına da başlanılıb və artıq 1322 hektara yaxın sahədə biçin aparılıb. Pərvanə Əhməd qızı Samir Qurbanov, Zahid Aydınoğlu, Biləsuvar.